Azərbaycanda 7 nəfər əvvəlki işinə bərpa olunub və 40 min manatdan çox gecikdirilmiş vəsait vətəndaşlara, işçilərə ödənilib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Belə ki, məlumata görə 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən bəzi detallar məlum olub. İşə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənişində gecikdirmələr olduğu müəyyən olunub. Bundan əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işçilərə ödənilib və vurğulanıb ki, həmin vəsaitin 86,3% əmək haqqından, qalan hissəsi isə işə götürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan zərərə görə ödənişlərdən ibarət olub və müraciətlərin araşdırılması zamanı həmçinin 7 işçinin əmək müqaviləsi olmadan, daha doğrusu əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən olunub. Həmin işçilər də yenidən əvvəlki işlərinə bərpa olunublar. Və bir daha vurğulamaq istəyir ki, bununla bağlı olan detallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən açıqlanmışdı.